Bütün bu deyilənləri yer dəyişmənin proyeksiyasını hesabladıqdan sonra artıq bizdə yer dəyişimi məlumdur, təcil məlumdur, başlanğıc sürət məlumdursa, sürətin proyeksiyasının son qiymətini hesablaya bilərik. Necə hesablayacağıq? Bütün baxın yuxarıda danışdıqlarımızdan yuxarıda bu danışdıqlarımızdan artıq sürəti tapacağıq. Riyazi təlimləri həll edəcəyik və sürətin qiymətini hesablayacağıq. Gəlin hesablayaq. Bir dəqiqə. Aha. Yazırıq ki, Vx bərabərdir. Baxın, əvvəlki düsturda kvadrata almışdıq. Demişdik ki, Sx bərabərdir V0x üstəgəlsin 2-də at kvadratı. İndi baxın, yazırıq ki, kök altında V0x kvadratı üstəgəl 2ax sx. Bu ilk düsturdan çıxan nəticədir. Sonra ikinci düsturdan çıxan nəticəni hesablayaq. Və deyək ki, başlanğıc sürətin 0 olduğu halında. Başlanğıc sürət 0-dırsa, təbii ki, Vx bərabərdir. Kök altında 2ax sx şəklində hesablanacaq və 0-ın yerinə sadəcə olaraq biz 0 yazırıq. Daha sonra yadınızdadsa Vx çıxılsın və 0x bölünsün 2 bu ax-in düsturu idi. Təcil düsturu idi. Baxın, buradan sonuncu, daha doğrusu başlanğıc sürəti 0-dırsa nə olacaq? Ax bərabərdir Vx bölünsün 2-yə. Düzdürmü? Bəs buradan Vx nəyə bərabərdir? 2 dəfə ax. Aydın oldu mu? Bu da sürətin proyeksiyasıdır və yaxud da biz belə də tapa bilərik ki, Vx bərabərdir 2-də 2ax sx, hə, bunu demişəm. 2sx bölünsün t-yə. 2sx bölünsün t-yə. Bu hamısı başlanğıc sürətin 0 olduğu hallar üçündür. İndi bir də var ki, cismin n-ci saniyədə getdiyi yolu hesablayaq. Nə deməkdir? Tutaq ki, bizdə belə bir tapşırıq verir və deyir ki, cismin 10-cu saniyədə getdiyi yolu hesablayın. Bizə heç nə verməyib, təcil verilibdir. Təcilin qiyməti məlumdur. Başlanğıc sürətdə 0-dır. Sıfırdan başlayır, müəyyən qədər yol gedir və deyir ki, məsələn, 10-cu saniyədə və biz bunu n-ci deyirik də, 10, 15, 20 fərqi yoxdur. Ona görə n ilə işarə edirik. Getdiyi yolu hesablayın. Bunun üçün bizim bir dənə düsturumuz var. Yazırıq ki, delta Sn, yəni n-ci saniyədə getdiyi yolu göstərir. Bərabərdir Sn çıxılsın Sn çıx 1. Nə deməkdir bu? Cismin n-ci saniyədə getdiyi yoldan, daha doğrusu n saniyədə, müəyyən saniyədə getdiyi yoldan n çıx 1 saniyədə getdiyi yolu çıxırıq. Bunda olacaq ki, bərabərdir a dəfə. Baxın, bizdə saniyəni, zamanı nə ilə ifadə edirdik? T ilə ifadə eləmirdik. Bu dəfə t-nin yerinə n yazırıq. Təsəvvür edin ki, a(n) kvadratı bölünsün 2-yə. Dedik axı V0 bərabərdir 0-a. Ona görə V0-ı bura qatmırıq. V0 yazmırıq. a(n) kvadratı bölünsün 2 çıxılsın a dəfə n-1 dedik axı bu dəfə zamanı. N çıxılsın 1 kvadratı bölünsün 2.
Bunu da gəlin həll eləyək. Həll eləsək, A-lar keçər ortağa. Onda qalar ki, A dəfə 2 n çıxılsın 1 bölünsün 2 şəklində olacaqdır. Deməli, biz deyirik ki, bu düstura görə deyirik ki, sükunət vəziyyətindən düzxətli bərabər təcili hərəkətə başlayan cismin n-ci saniyədə getdiyi yol bu şəkildə hesablanır. Bəs yaxşı, V0 bizdə məlum olsa, yəni sıfırdan fərqli olsa, biz orada başlanğıc sürətin sıfır olan halına baxırdıq. V0 fərqlidir sıfır halında onda necə hesablayacağıq? Yəni V0 fərqlidir sıfır halında bərabər yeyinləşən hərəkət edir. Onda yazacağıq ki, delta Sn bərabərdir. V0 ve düsturda V0 qoyuruq yerinə. Evdə hesablayırıq. V0 üstəgəl A bölünsün 2 vurulsun 2n çıx 1. Baxın, bu düstur qaldı yerində, yuxarıdakı düstur. Bu düstur, baxın, buradakı düstur qaldı yerində. Təkcə başına V0 əlavə eləmiş olduq. Bu hissəsi də belə. İndi gəlin, baxaq, düzxətti bərabər təcili hərəkətdə kinematik kəmiyyətlərin, anlayışların zamandan asılılıq qrafikinə. Onları necə hesablayarıq? Gəlin, onlara baxaq. Müxtəlif hallar var və biz o halları bir-bir yazacağıq. Əvvəlcə, bərabər təcilli hərəkətdə A-nın T-dən zamandan asılılıq qrafiki. Bərabər sürətli hərəkətdə yadınızda idisə, necə idi düstur? V-nin T-dən, daha doğrusu qrafik. V-nin T-dən asılığı bərabər təcilli hərəkətdə. Zaman oxunu paralel düz xətti idi, düzdürmü? Çünki biz deyirdik ki, bərabər sürətlə hərəkət edir. İndi də deyirik ki, bərabər təcillə hərəkət edir. Bərabər təcilli hərəkətdə də yenə təcilin zamandan asılılığı koordinat başlanğıcından keçən düz xəttdir. Və yaxud da bu koordinat oxu istiqamətində hərəkət edən də belədir də. Bir də koordinat oxunun əks istiqamətində hərəkət etsə necə olacaq? Bayaq bu koordinat oxunun istiqaməti, əks istiqamətini izah etmişdim sizə. Bu dedik ki, koordinat oxunun öz istiqamətində gedir. Bir də koordinat oxunun əks istiqamətində hərəkət etməsi var. Mən bunu çəkə bilmədim bir təkcə. Bu zamanda adı T'dir, sıfırdır. Bu zaman artıq aşağı hissədən olacaq. Aşağı hissədən zaman oxuna paralel düz xətt olmuş olacaq. Bu, bərabər təcili hərəkətdə təcilin zamandan asılılıq qrafiki düsturudur. Bu qrafiklərdən, bu düsturlardan bizə soruşsa ki, V-ni, məsələlərdə soruşsalar ki, V-ni necə tapırıq? O zaman V-ni, birinciyə baxmaqda, birinci düz xətti bərabər sürət hərəkətə aiddir. Bundan buna baxacaq ki, V-ni necə tapaq? Və bu hissədə aşağıda qalan fiqurun sahəsinə bərabərdir. Yəni, A-nı T-yə vuracaq. Burada da A-nı T-yə vuracaq. Delta Vx bərabərdir. X bərabərdir. Ax dəfə T-yə. Olsun T. Xətti bərabər təcili hərəkət. Biz bayaq bir yer dəyişmənin proyeksiyasının zamandan asılılığının təyinini yazmışdıq. Nə yazmışdıq? Sx bərabərdir. V0 t üstə gəlinsin. Bir də a t'nin kvadratına. Burada yer dəyişmə zamandan necə asılıdır? Kvadratik asılıdır da, elə deyilmi? Yəni, yer dəyişmənin proyeksiyası zamanın kvadratı ilə düz mütənasibdir. Sx t kvadratı ilə düz mütənasibdir.
Sizdə məsələn düsturda soruşa bilər ki, daha doğrusu məsələdə sürətin sıfır olduğu halda, başlanğıc sürətin sıfır olduğu halda, başlanğıc sürət sıfırdırsa, deməli bunu nəzərə almayacağıq. Zamanı bərabər təcrüblə hərəkət edir və zaman 5 dəfə artırsa, gedilən yol neçə dəfə artacaq? Zaman 5 dəfə artırsa, 5-in kvadratı yer dəyişməsi 25 dəfə artmış olacaq. İndi bir də gəlin hərəkətin xarakterinə görə bərabər təcrübəli hərəkətdə yer dəyişmənin, sürətin və təcrübən reaksiyasının zamandan asılılıq qrafiklərinə baxaq. Yazırıq birinci hal. Birinci halımız deyirik ki, cisim X oxu istiqamətində düz xətti bərabər yeyinləşən hərəkət edir. Bu birinci hal. Gəlin yazaq burada və siz də qeydlərinizi götürün. X oxu istiqamətində düz xətti bərabər yeyinləşən. Düz xətti bərabər yeyinləşən hərəkət edir. Qoyaq bura. X oxu istiqamətində düz xəttə bərabər yeyinləşən hərəkət edirsə, demişdik ki, nə olur? AX sıfırdan böyük olur. V də sıfırdan böyük olur. X oxu istiqamətində hərəkət edirsə, əvvəlcə biz bilirik ki, V özü sıfırdan böyükdür və A da sıfırdan böyükdür. Bu zaman, gəlin birinci baxaq yer dəyişməni zamandan asılılığına. SX-in T-dən asılılığı koordinat başlanğıcında parabolik hərəkət edir. Yəni SX bərabərdir V0 T üstə gəl 2AT kvadratına. Və yaxud da belə hərəkət edir. Bu zaman V0 bərabərdir 0 olur. Olur SX bərabərdir V0T üstə gəl 2-də AT kvadratına. Bu yer dəyişmənin zamandan asılılıq tənliyidir. İndi bir də sürətin zamandan asılılıq tənliyinə baxaq. O zaman sürət hansı şəkildə dəyişəcək? Ona gəlin baxaq. Bu X T'dən asılılığı. Bu da məsələn bir V0'dır. Bir belə hərəkət edə bilər. Bir belə hərəkət edə bilər. Bu koordinat başlanğıcından keçən düz xətt o deməkdir ki, başlanğıc sürəti sıfıra bərabərdir və müəyyən zaman aralığında artır. Arta gedir. Sıfır halından başlayıb da. Və 0x sıfıra bərabərdirsə, onda Vx nəyə bərabər olur? Vx bərabər olur A dəfə T'yə. Üstürdə yerinə qoyduq. A dəfə T. Bu da elə biz bildiyimiz kimi olur. Vx bərabərdir. Və 0 üstə gəlinsin. Və 0 üstə gəl A dəfə T'yə. İndi bir də baxaq təcrübəmiz necə olur. Çəkə bilmədim düz xətti bir dəqiqə. Biraz donma olur. Birinci başda yazdığımız xatırlayırsınız burada. Baxın. Necə olmuşdu? Düz xətti bərabər yeyinləşən hərəkət edir. Deməli, zaman oxuna koordinatın yuxarı hissəsində zaman oxuna paralel düz xətt olmuş olur. Təcrübənin zamandan asılılıq qrafiki. AX, bu da T. Burada necə olur? AX, yəni təcrübəmiz sabitdir. Həm sabitdir, həm də sıfırdan böyükdür. Yəni, koordinat oxu istiqamətində hərəkət edir. Bu birinci hal idi. Birinci halımızda bütün qrafiklər
funksiya var. Bu halda olur. İndi gəlin baxaq ikinci halımıza. İkinci halımızda yazırıq ki, cisim x oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkət edir. X oxunun əksi istiqamətində bərabər yeyinləşən. X oxunun əksi istiqamətində bərabər yeyinləşməsi nə demək idi? Yəni bu zaman biz deyirdik ki, həm bu x kiçikdir 0, həm də ax kiçikdir 0 olur. O zaman bizim qrafiklərimiz necə olacaq funksiya? Birincisi yer dəyişməyə baxaq. Yer dəyişmənin zamandan asılı qrafiki. Deməli, başlanğıc sürətin 0 olduğu halda belə olur, üzü aşağıya doğru və dedik ki, ax kiçikdir 0. Onda olacaq ki, sx bərabərdir. Başlanğıc sürət 0-dır, onu yazmayacaq. Bərabərdir mənfi at kvadratı bölünsün 2-yə. Bir də başlanğıc sürəti 0-dan fərqli hal üçün də olacaq. Yəni sx bərabərdir mənfi v0t. Çünki biz dedik axı v0-un x-imiz də kiçikdir 0-dan, ax-imiz də kiçikdir 0-dan. Çıxılsın ax t-nin kvadratı böl 2. Bu yer dəyişmənin asılılığı. Sürətin asılılığı, zamanın asılılığı qrafiki necə olacaq? Ona baxın. Birincisi, başlanğıc sürətin 0 olduğu halda koordinat başlanğıcından keçən düz xətt. Deməli, o zaman olacaq nə? Vx bərabərdir mənfi a dəfə t-yə. A dəfə t-yə. Bəs V0-ın müəyyən qiymətində necə olacaq? Onda V0-dan keçən üzü aşağı yeyinləşən hərəkət edir dedik də. Biz mənfi V0 çıx a dəfə t. Vx olmalıdır da qarşısında bərabərdir. O x hər ikisi də mənfi olur. Çünki koordinat oxunun əks istiqamətində bərabər yeyinləşən hərəkət edir. Bəs təcili necə olacaq? Təcili də yuxarıda yazmışdıq. Xatırlayırsınız, ax da t da koordinatın əks istiqamətində yenə zaman oxuna paralel düz xəttdir. Ax-i sabitdir, bərabər təcili bərabərdir sabit və 0-dan kiçikdir. Bu da ikinci hal. Yadda saxlayırıq. X oxunun əks istiqamətində bərabər yeyinləşən hərəkət. Baxırıq üçüncü hala. Üçüncü hala baxırıq. Üçüncü halda olacaq. X oxu üzrü sayın. X oxu istiqamətində düz xətti bərabər yavaşlayan. X oxu istiqamətində düz xətti bərabər yavaşlayan. Deməli, biz demişdik ki, bərabər yavaşlayan hərəkətdə sürət və təcil vektorları bir-birindən fərqlidir. Və x oxu istiqamətinə deyirsə, v0 böyükdür 0-a, ax kiçikdir 0-a. Bir-birindən fərqli işarələr göstərməlidir bərabər yavaşlayan hərəkət. Bərabər yavaşlayan hərəkətdə biz demişdik ki, başlanğıc sürət 0 ola bilməz. Ona görə də biz burada 0 olan halına yox, 0-dan fərqli olan hallarına baxacaq. Sx t-dir.
Bu zaman necə olur? Baxın, bərabər yavaşlayanda biraz belə olur. Onda olur x bərabərdir. Və 0t. Çünki biz dedik ki, x oxunun istiqamətinə hərəkət etdiyi üçün V0 müsbət olur. Çıxılsın AT kvadratı bölünsün 2. Baxın, bu tam olaraq parabolik hərəkət deyil də. Oxşuyur, amma bir də onun qarşısında mənfi var axı, azalan hərəkəti. Ona görə də bu azalan hərəkəti biz yadımızda saxlamalıyıq. Sx deyirik, burada Vx yazırıq. Buradan düzəldək. Bura Sx-dir. İndi sürətin zamandan asılılıq qrafikinə baxaq. Yəni, burada Vx olacaq, burada t olacaq. X oxu istiqamətində bərabər yavaşlayan hərəkət isə müəyyən zaman anından başlayır və üzü aşağıya doğru azalan xəttlə davam edir. Bu zaman nə olacaq? Vx-imiz yenə V0 müsbət olacaq. Çıxılsın AX dəfə T-yə. Deməli, bu da belə. Bir də qaldı təcrübəmiz, təcrübə düsturuna da, təcrübə funksiyasına da baxaq. Təcrübə də olacaq ki, A-nın T-dən asılılığı. A T-dən ümumiyyətlə bərabər təcrübə hərəkəti bu şəkildə asılıdır. Sıfırdan kiçikdir və sabitdir. X kiçikdir sıfıra. Bu da üçüncü halımız. Bir də qaldı dördüncü halımıza baxırıq. Dördüncü halımız nədir? Dördüncü halda da yenə eyni qaydada düz xətli x oxunun əksi istiqamətində bu dəfə düz xətlə bərabər yavaşlayan hərəkətə baxacağıq. İçində düz xətli bərabər yavaşlayan hərəkət. X oxunun əksi istiqamətində düz xətli bərabər yavaşlayan hərəkətə baxaq. Birincisi X oxunun əksi istiqamətində deyəndə biz deyirdik ki, V0 x kiçikdir sıfıra. AX-imiz isə böyük idi sıfırdan. Yer dəyişmənin zamandan asılılıq qrafiki. Baxın, bu dəfə də bu şəkildə olacaq. Onda nə olacaq? Sx bərabərdir. Dedik ki, sürətimiz bu dəfə mənfi olur. Yəni, olur Sx bərabərdir mənfi V0t üstə gəlinsin. AX-imiz də müsbət olduğuna görə üstə gəl 2-dən AX t-nin kvadratına. Bu yer dəyişmənin proyeksiyasıdır. Sonra baxırıq sürətin proyeksiyasına. Vx-dir, t-dir, mənfi V0-dır. Yavaşlayan hərəkət edir. Bu dəfə üzü yuxarı doğru. Bu da x oxunun əksi istiqamətində düz xətlə bərabər yavaşlayan hərəkətdə sürətin proyeksiyasının zamandan asılılıq qrafiki olacaq. Vx bərabərdir mənfi V0x üstə gəlinsin A dəfə t-yi. O zaman bəs tərcümənin proyeksiyası necə asılı olacaq? Tərcümənin proyeksiyası da yine bayaqki qaydada T'dən asılı zaman oxuna paralel və yuxarı hissədə keçən düz xəttdir. Çünki biz dedik axı AX böyükdür 0 olur bu halda. Böyükdür 0. Bu da belə funksiyalar, bu da asılılıq qrafikləridir. İndi baxaq bir də düz xətti bərabər tərcühi hərəkətdə cismin ixtiyari zaman anında koordinatına, koordinat düsturuna.
Yəni aşağı sürüşdürək. Bu zaman nə olur? Yazırıq ki, əvvəlki mövzudan xatırlayırsınızsa, bərabər tərcih, daha doğrusu bərabər sürətli hərəkətdə yazırdıq ki, x0 üstəgəl sx-ə. Burada da elə eyni qaydadadır. X bərabərdir. X0 üstəgəl sx. Sx-imiz orada vt idi. Düzdürmü? Xatırlayırsınız. Bərabər tərcihli hərəkətdə yer dəyişmə v dəfə t deyildimi? İndi bu dəfə isə bizdə x-imiz biz 0x üstəgəl 2-də at kvadratıdır. Gətirib yerinə qoyacağıq. X0 üstəgəlsin və 0x-t və 0x-t üstəgəl 2-də a t'nin kvadratına ifadəsi ilə bunu biz x koordinatını, cismin x koordinatını təyin edə bilərik. Bu da bizim bir düsturumuzdur. İndi gəlin baxaq hərəkətdə x-in düz xətti bərabər tərcihli hərəkətdə koordinatın, x koordinatının zamanla asılılıq qrafikinə. Burada da yenə 4 hal mövcuddur. X oxu istiqamətində bərabər yeyinləşən, x oxunun əksi istiqamətində bərabər yavaşayan və x oxunun əksi istiqamətində və x oxu istiqamətində bərabər yeyinləşən, bərabər yavaşayan hərəkətlərə. Gəlin baxaq birinci hala. Birinci halda yenə biz bayaqki kimi deyirik ki, cisim x oxu istiqamətində düz xətti bərabər yeyinləşən hərəkət edir. Bunu qeyd edin. X oxu istiqamətində düz xətti bərabər yeyinləşən hərəkət edir. Bu zaman nə olacaq? Bu x, bu da t. Biz bu halda bərabər yeyinləşən hərəkətdə və sıfırı 0 kimi götürə bildiyimizə görə biri bu şəkildə olacaq. 0 olan halında isə biraz daha belə maye bir hal alacaq. Onda birincisində olacaq x bərabərdir. x0 üstə gəlinsin və 0 t üstə gəl 2-də at kvadratı. İkincisində artıq və sıfırımız yoxdur burada. X bərabərdir. x0 üstə gəlinsin 2-də at kvadratına. Bu koordinatın zamanla asılılıq qrafiki belə oldu. Bir də x-in 0 olduğu halda, yəni 0 koordinatından keçirsə, onda da yenə bu şəkildə olacaq. Bir də bu şəkildə olacaq və bu zaman artıq biz sıfıra hər hansı bir qiymət verməyəcəyik. X0-ımız 0 olacaq. Koordinat başlanğıcından keçir baxaq. X-in t-dən asılı. Koordinat başlanğıcından keçibsə, olacaq x bərabərdir və 0t üstə gəl at kvadratı. İkinci halda da olacaq ki, yenə x bərabərdir, x0-a 0 veririk. Təkcə at kvadratı böl 2-yə. Bir də bunun mənfi hissəsi var, yəni mənfi koordinatdan keçir. O zaman yuxarıya doğru yenə burada belə hərəkət edər. Biri də biraz daha belə maye şəkildə hərəkət edəcək. Birincisini də gəlin, birincisini qırmızı ilə yazaq. Olacaq x bərabərdir. Mənfi koordinatından keçdiyinə görə mənfi 0 üstə gəl qalana olduğu kimi yazılır və 0t üstə gəl at kvadrat böl 2. İkinci halda isə artıq bizim və sıfırımız yoxdur. Olacaq x bərabərdir. Mənfi 0 üstə gəl
AT kvadratı bölü 2. Yerleşmeli AT kvadratı bölünsün 2'ye. Bu birinci hal idi. Bir də qeyd edirəm. Cismin x oxu istiqamətində hərəkəti zamanı düz xətti bərabər yeyinləşən hərəkət edir. İndi gəlin ikinci hala baxaq. İkinci hala baxaq. İkinci halda deyirik ki, cisim x oxunun əksi istiqamətində düz xətti bərabər yeyinləşən hərəkət edir. Gəlin həmin hala baxaq. Cisim x oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkət edir. Bu zaman necə olacaq? O zaman x belədir, t belədir. Bərabər yeyinləşən də dedik ki, və 0 olan hal ola bilər. Biri belə olacaq, biri də belə daha mail olacaq. Bu x 0 olduğu halda. Onda da olacaq ki, x bərabərdir. Aşağıya doğru hərəkət edir axı. Aşağıya doğru hərəkət etdiyi üçün artıq hər ikisi mənfi yazılacaq. X bərabərdir. X 0 çıxılsın. AT kvadratı bölü 2 və yaxud da x bərabərdir. X 0 çıxılsın və 0 t çıxılsın AT kvadratı bölü 2. Aha, bu bir. Növbətisində olacaq yenə x-in 0 olduğu halda. Burada da yenə x-in yerinə heç nə yazılmayacaq. Daha doğrusu x0'ın yerinə heç nə yazılmayacaq. Çünki x0 0 halda burada koordinat başlanğıcından keçir. Onda olacaq x bərabərdir. Mənfi AT kvadratı bölü 2'ye və x bərabərdir. Mənfi və 0t mənfi və 0t çıxılsın AT kvadratı bölü 2. Bir də üzü aşağı x0'ın mənfi qiymətində mənfi x0 t 0 qiymət. Mənfidə də belə olacaq. Bu dəfə də yenə də düz sorularda x0'ın yerinə mənfi yazılacaq. X bərabərdir mənfi x0 çıxılsın AT kvadratı bölünsün 2 və x bərabərdir mənfi x0 mənfi x0 çıxılsın və 0 t çıxılsın AT kvadratı bölü 2. Bu da ikinci halımız. Üçüncü və dördüncü halları bir də hərəkətin nisbiyini növbəti videoda izah edəcəyim. Ona da baxarsınız və bu